Salam dostlar, Nizat Xahiş kanalına xoş gəlibsiniz. Bugün elə maşınlardan danışacağıq ki, qızlar niyə məhz bunları seçir? Gözəl dizayn, rahat idarə etmə, az xərc və şəhər üçün ideal ölçü. Hamısı bu videodadır. Axıra qədər baxın, çünki birinci yer çox mübahisəli olacaq. 5-ci yer Hyundai Ion. Balaca ölçü, böyük rahatlıq. Hyundai Ion şəhərdə sürmək üçün əsl rahat maşındır. Dar küçələr, sıx parkinqlər Ion üçün problem deyil. Yanacaq sərfiyyatı da azdır, idarə etməsi isə yüngüldür. Yeni sürücülər üçün ideal başlanğıc maşınıdır. 4-cü yerdə isə Kia Picanto'dur. Kia Picanto dizaynı ilə seçilir. Rəngləri, öz hissəsi və daxili görünüşü çox cəlbedicidir. Gündəlik istifadə üçün həm ucuz, həm də etibarlıdır. Şəhərdə sür, park et, get baş ağrısı yoxdur. 3-cü yerdə isə Volkswagen Beetle'dır. Bu maşın klassikdir. Volkswagen Beetle sürəndə fərqi olduğunu hiss olunur. Retro dizayn, yumru xətləri və özünə məxsus stil. Kütlədən seçilmək istəyən qızlar üçün ideal seçimdir. Bu maşının tarixi isə çox uzun bir vaxta dayanır. Siyahımızın ikinci hissəsində isə Mini Cooper'dır. Mini Cooper stil, xarakter və enerji daşıyır. Balaca görünür, amma sürüş hissi çox güclüdür. Şəhərdə baxışları üzərini çəkir. Xüsusilə qız sürücülər üçün premium hiss, fərqli dizayn, fərqli aura bəxş edir. İndi isə gələk siyahımızın birinci yerinə. Toyota Yaris. Bəli, birinci yerdə Toyota Yaris'dir. Çünki bu maşın problem çıxarmır. Etibarlı, sərfiyyatı çox az, rahat və uzun ömürlüdür. Həm gözəl görünür, həm də cibə dostdur. Ona görə də qızlar arasında ən çox seçilən maşınlardan biridir. Əgər sən dizayna baxırsansa, Mini Cooper çox gözəl seçimdir. Əgər rahatlıq istəyirsənsə, Toyota Yaris. Əgər balaca və ucuz maşın axtarırsansa, Ion və Picanto gözəl seçimdir. Səncə siyahıda hansı maşın olmalı idi? Rəylərdə yaz, like at və kanala abunə ol. Belə videoların davamı üçün Nizat Xahiş ilə yolda qal.